Salam əziz soydaşlar. Yenə Cənub Saatı Mübariz Əhmədoğlu ilə verilişinin növbəti efirindəyik. Allahdan fürsət arzulayıram, fürsət diləyirəm ki, mümkün qədər çox bu mövzunu davam elətdirək və mənim efirim olduğu üçün demirəm. Ümumilikdə hal-hazırda bəlkə də ən tarixi proses Azərbaycanlılıqla bağlıdır, Azərbaycançılıqla bağlıdır, Azərbaycanlılarla bağlıdır. Söhbət təkcə İranda bir qrup rəhbərliyin vəziyyətə güya öz istədiyi variantda fon verməsi ilə əlaqəli deyil. Ümumiyyətlə, İranda kimin Azərbaycan mövzusuna və yaxud İranın daxili mövzusuna necə fon verməsindən asılı olmayaraq passionarlıq həmişə mövcud olur və bundan da sonra belə deyək mövcud olacaq. Eləcə də Azərbaycan dövləti adından Azərbaycançılıqla bağlı nəsə bir addım atılmasa da, kiməsə passivlik, geri çəkilmə kimi görülsə də əsla belə deyil. Hadisələrin lazımı gedişində bizim öz belə deyək, elitamızmı deyək, öz ölkəmizin rəhbərliyi inşallah Allah qoysa hər şeyi diqqətdə saxlayır və mən elə başa düşürəm kifayət qədər proseslərə yön verəcəkdir. Ən azı mən sizə deyə bilərəm ki, İranın uzun müddət problemi var, problem həll olunmur. Problemləri həll olunmur və mən elə başa düşürəm indiki gedən proseslər, mən elə hazırda daha çox elə onun da üstündə dayanacam. Yəni, Azərbaycanın iştirakı olmadan İranın tam istədiyi variantda İranın xeyrinə həlli olmayacaq. İranın xeyrinə olan həll Azərbaycan Respublikası, Azərbaycan dövləti, Azərbaycan prezidenti ilə bağlıdır. İranın xilaskarı Azərbaycan Respublikasıdır. İransa bunu görmək istəmir. İran özü üçün tarixi xəcalət hesab edir ki, Azərbaycan onu xilas edə bilər. Amma Azərbaycan, Avropa tərəfdən olan Azərbaycana baxın, Rusiya tərəfdən olan Azərbaycana baxın. Bəzən İran özü, İranın adamları, İranın ekspertləri, siyasiləri, dövlət rəsmiləri özləri də etiraf edirlər. Türkiyə baxın, Ərdoğanın məşhur sözü var. Belə alınırdı ki, çox şeydə, xüsusən MDB məkanı üzrə məsələlərdə Azərbaycan prezidenti ilə məsləhətləşir. İndi ola bilər, Antalya diplomatik forumunda 4 dənə türk dili dövlət gedməyib. Orada onun da müəyyən belə deyək, səbəbləri var, amma o böyük bir qüsur deyil. Türkiyə indi Suriyanın taleyini həll eləyir. Türkiyə indi Avropa İttifaqının taleyini müəyyən etməyə, taleyini həll etməyə iddialı kimi aparır və mən elə başa düşürəm. Ona çox yaxındır. Yəni, ABŞ prezidenti Donald Trump Avropa İttifaqı ilə fərqli siyasət aparır. Avropa İttifaqı tarixinin ən güclü dövründədir. Artıq əvvəlki kimi Amerikanın yedəyində getmək istəmir. Hesab eləyir ki, vaxtıdır. Ən azı 4 il, 5 il bundan qabaq Avropanın özünün ordusu ideyasını Avropalılar özləri gündəliyə gətiriblər. Beləliklə, Amerikanın Avropaya enən münasibəti ilə Avropanın özünün güclənməsi ilə bağlı olan fikirlərinin üstünlük təşkil etməsi təxminən eyni vaxta düşür. Ona görə Avropanın indi özünün hərbi qüvvəsi, özünün yumşaq və sərt gücü barədə müəyyən qərar qəbul etmək vaxtıdır və Ərdoğan da bunu çox düzgün hesablayıb. Mən bəlkə də bu mövzuya girməyə ehtiyac yox idi, amma inanın bəlkə də Ərdoğan o ölkənin daxilində müəyyən müxalif proseslərə, müəyyən proseslərə müdaxilə etməklə Avropalara göstərmək istədi ki, Avropanın təhlükəsizliyini təmin edə bilən ölkənin prezidenti Ərdoğanın ömrü, prezidentlik ömrü 3 il yox, tutaq ki 8 il, 9 il olacaq. Bu mesajı vermək istəyir ki, gəlin Türkiyəyə söykənin. Qaydaq öz mövzumuza, mövzumuz bugün ondan ibarətdir ki,
İranın nüvə danışıqları və ilk raunddan sonra paradoksal mövqeləri meydana çıxması. Əsasən paradoksal mövqeləri meydana çıxması dedikdə mən ilk növbədə İranın özündə olan mövqeləri deyirəm. İranın ümumiyyətlə indiki nüvə danışıqlara münasibəti ciddi qüsurludur. İranın özünün ziyanına olan mövqedir. Yalnız ambisiyaya söykənən mövqedir. İranın ali dini liderini aldatmaq üzərində qurulan mövqedir. Başqa bir nəticəsi yoxdur. İndi Romanın adı gedir. İkinci tur orada keçməlidir. Üçüncü tura Niderlandın adı deyilir. İran dolayısı yolla danışıq aparır. Bu Trump'ın İranla əldə olunmuş razılaşmalardan imtinasının ən asan variantıdır, ən asan yoludur. İran deyəcək, mən heç Niderlandı elə deməmişəm. Trump deyəcək, mən heç Romanın İtaliyanın Xariclər Nazirinə hansı ki vasitəsilə gələyəcək İranın nöqteyi nəzərinə elə deməmişəm. İstənilən anda çıxa bilər və yaxud İsrail Trump'ı istənilən anda çaşdıra bilər ki, yəni bu qaydada istifadə edək, İranla əldə olunmuş danışıqları pozaq. İran sirlər dünyasıdır, sirlər qalasıdır. Bugün İranın Amerika tərəfdən baxanda, daha doğrusu Amerikanın rəsmən elan elədiyi gündəlikdə 3 mövzu var. Bunun ikisini indi ortalığa qoyub. Nüvə danışıqları, İranın nüvəsi 3,67%-dən yuxarı uran İrana lazım deyil. Nüvə zənginləşdirməsi, nüvə proqramı bu səviyyədə gəlib dayanmalıdır. İranın bütün raket, PUA sənayesi və yaxud arsenalı təftiş olunmalıdır. Nəyi var, nəyi yox, hansını Amerika istəyəcək, saxlayacaq, hansını Amerika istəyəcək, onu ləğv edəcək. Üçüncü də təbii ki, yəni İranın müvəkkil qüvvələri və yaxud İran üçün beynəlxalq dildə yeni deyil, köhnə bir anlayış var. İranın proksi qüvvələri, yəni İraqın tərkibində, Livanda, eləcə də Həmas, Hizbullah, yəni bütün bunların hamısı sıradan çıxmalıdır. Yəni Amerikanın gündəliyində budur. İransa yalnız bircə şeyi nəzərdə tutur. Onunla gedib danışığa ki, biz nüvə bombası yaratmayacağıq. Nə boyda istəyirsiniz, gəlin, nəzarət qoyun. Biz yaratmayacağıq və nüvə obyektlərimizi də dağıtmayacağıq. İranın mövqeyi bundan ibarətdir. Eləcə də İranın birinci danışıqdan sonra Amerika tərəfdən İranın dolayısı variantda deyək ki, danışıq aparma mövqeyini qəbul etməyi İranda böyük əhval-ruhiyyə yaratdı. Ali dini, ali rəhbər bəyan elədi ki, böyük qələbə qazanıblar, amma 2 gün keçmədi, 2 gün, 3 gün keçmədi, mövqeyini dəyişdi. Yəni Amerikalara arxain olmaq olmaz, bu elə də böyük qələbə deyil. Əsas iqtisadiyyata fikir vermək lazımdır. İnvestor biləndə ki, İranda danışıq gedir, İran danışıqdadır. Elə investorlar bu danışıqlara inanmırlar. Ona görə İran ali rəhbəri məsələni qoyub ki, danışıqlar tez bitsin və hamısı da Maskatda, yəni müsəlman ölkəsində, ərəb ölkələrinin birində qeydiyyatdan keçsin. Ona görə ərəb ölkələrinin birində danışıqlar baş tutsun. Bu təbii ki, yəni alınması mümkün deyil. Çünki Amerikanın siyasətinin belə deyək də əsasına, paradigmasına bu zərərdir. Adicə siz görün, Rusiya ilə bağlı Ukrayna məsələsini müzakirə edir və ortalığa neçə mövqe qoyub, neçə yerlərdə görüşlər keçirilir. Ona görə mən elə başa düşürəm, İran nə qədər ki, gec deyil, nüvə danışıqları ilə bağlı mövqeyinə yenidən baxsa yaxşıdır. Hətta bəlkə də biz Azərbaycanlıyıq, bizi belə başa düşürlər. Bəlkə də biz dövlətimizin mövqeyindədir, bizi belə başa düşürlər. Əlbəttə mən Azərbaycanlıyam, mən öz dövlətimin vətəndaşıyam, öz dövlətimin belə deyək xidmətçisiyəm. Bunu da görürlər, düzgünlər. Amma inanın mənə, danışıqlar çoxdan
Azərbaycan üzərində başlamalıdır. İranın ali rəhbərinin nəzəri konseptual baxımdan gedəcəyi bircə ölkə var. O da Azərbaycan Respublikasıdır. Bura gəlməlidir. Bizlə məsləhətləşməlidir. Amerikanın prezidenti Obama idi, Biden idi, Trump idi. Dəxli yoxdur. Onun ilə özü burada görüşməlidir. Kimin ona necə deməsindən asılı olmayaraq onun nüfuzu var. Onun çəkisi var. Onun sözünə həm hörmət edirlər, həm də çəkinirlər. Amma Azərbaycan Respublikası, Azərbaycan dövlətçiliyinə, Azərbaycan cəmiyyətinə, xüsusilə dövlətçiliyə, rəhbərliyə olan münasibət, İranın rəhbərliyində olan münasibət Azərbaycan variantını görməyə imkan vermədi. İndi artıq mən elə başa düşürəm, Amerika ən azı 2 müstəvidə işləyəcək İran nüvə danışıqları ilə bağlı. Rusiyanı da ortalığa qoşacaq. Rusiya bircə Obama'nın dövründə aktiv, İranın nüvə məsələsində aktiv olmadı. Biden'in dövründə də İranın nüvə məsələsində Rusiya aktiv olub. İndi hətta Putinin özünün birbaşa vasitəçi olması məsələsi gündəliyə gəlib. Bunu Əraksiya Uyutkov deyib də, Əraksi bu həftənin axırında gəlir, hətta onun Moskvaya gəlir, hətta onun Putinlə görüşü də gözlənilir. Bəlkə də Putin istəsə ABŞ-dan daha çox İranın nüvə proqramına, nüvə prosesinə təsir etmək imkanı məhz Moskvada olacaq, Putin'də olacaq. O Moskvada ki, İran dünən, söz dünənə gələr, Ermənistanda hərbi təlimlər keçirdi, İran icazə vermir, Rusiya qafanda baş konsulluq açsın, çünki öz zonası hesab edir və Rusiya bunların hamısını bilir. İran da bilir ki, Rusiya bilir. Ona görə səfir Kazım Cəlalinin axırıncı qaz kəməri ilə baxılıncı mövqeyi artıq 3 gün bundan qabaq mətbuat konfransı gedir, deyir danışıqlar gedir, hələ tamamlanmayıb, amma deyir ki, indi deyir ki, hazırdır. Yəni daha qaz kəməri, Rusiyadan İrana gedən qaz kəməri ilə bağlı daha konkret mövqe ortalığa qoyur. Yəni, eləcə də İranın Xariclər Naziri lap yaxın günlərdə Tehranın Rusiya ilə imzalanmış müqaviləni ratifikasiya verəcəyini açıqladı. Əlbəttə, bunlar hamısı İranın blefləridir. Əgər Rusiya nüvə danışığında iştirak etməyəcəksə, bu o deməkdir ki, müqavilənin ratifikasiya verilməsi də yubanacaq. İran Avrasiya İqtisadi Birliyinə üzvlə bağlı müqavilənin ratifikasiyasını 2 il gecikdirdi. Hansı ki, Rusiya adı var ona görə, amma hansı ki, o müqavilə onun xeyrinədir. Xəzərin hüquqi statusu ilə bağlı müqaviləni faktiki hesab edən 10 ildir yubadır. Ratifikasiya vermir. Belə adi uşaq biçdikləri. İran da elə başa düşürlər ki, bunu elə ancaq İran özü bilir, böyük bir dahiyanə bunların kəşfləri var. Heç kəs bilmir. İranın ən böyük problemi, mən həmişə bunu demişəm və mən elə başa düşürəm, bundan da sonra deyəcəm. İranın ən böyük problemi ali dini ilə liderə, ali rəhbərə yalan demək uğrunda mübarizə gedir, yarış gedir. Hamı çalışır ki, ali rəhbəri aldatsın, yalanı ilə ali rəhbər onun sözünə qulaq asın. Xüsusən bu yalanın ən çox yalanı deyən də Sepahdır. Sepah ali dini liderə qarşı mübarizə aparır və mən elə başa düşürəm, Sepahın çox böyük gümanı var ki, o udacaq. Ali dini liderin ermənilər üzərindən Sepahın ABŞ-la qurduğu əlaqələrdən zərrə qədər xəbəri yoxdur. O sahəni yoxlasa, mən elə başa düşürəm, bəlkə də İran rəhbərliyi müəyyən qədər düzgün vəziyyət ortalığa qoya bilər. Amma Amerika hər şeyi bilir. Amerika bilir ki, İranın içində kim, hansı qüvvə nədir, Amerika kim bağlıdır, kim ali rəhbərin əleyhinədir, ali rəhbərin əleyhinə olan qüvvələrin əllərində də nə imkan var. Ona görə Amerikanın İranla bağlı danışdığında müəyyən qətiyyət var. Əlbəttə, mən materialist və yaxud qərb düşüncə tərzindən çıxış deyirəm. Kimsə deyə bilər ki, elə İranın ali rəhbəri də hamıdan artıq qətiyyətlə danışdı,
Dedi dolayısı danışıq olmalıdır, dolayısı danışıq oldu. Dedi Birləşmiş Ərəb Əmirliklərində danışıq olmamalıdır. İranın 3 ada məsələsi var, mübahisə var. Birləşmiş Ərəb Əmirlikləri ayaq üstə dayana bilər, İranın üstünə sonra güclənə bilər. Ona görə Əmman sultanlığına keçirdi. Bunlar deyə bilərlər. Amma siz Amerikanın məsələyə yanaşmasıyla tutaq ki, İranın məsələyə yanaşmasını eyni tərəziyə qoymayın, eyni üzrə düşünməyin. Eləcə də burada mən yenidən qayıdıram Azərbaycan məsələsinin üstünə. Azərbaycansız mümkün deyil. Əgər Rusiya da İranla işləyəcəksə, Rusiyanın İrana qarşı ən böyük təzyiqi İranın şimalıdır. İranın şimalıdır. İranın şimalıdır. Niyə şimalda əhalinin vəziyyəti bərbad gündədir? Niyə? Niyə əhali pis gündə yaşayır? Niyə əhali gözləyir ki, Rusiyadan qaz gələcək? Niyə İranın öz qazı öz ərazisinə gəlib çatmayıb? Niyə İranın şimalında tutaq ki, istehsal olunan məhsul əvvəla çeşidi azdır? İkincisi də niyə çıxa bilmir? Dünya bazarına niyə çıxa bilmir? Azərbaycanla münasibət. Tək Ərdəbildə, Parsabadda kənd təsərrüfatı məhsulları İranın büdcəsinə en qədər xeyli vəsait gətirə bilir. Yoxdur. Yəni Azərbaycan Respublikası ilə əlaqə İranın indiki rəhbəri üçün faciə kimi görünür. Şimal-Cənub dəmir yolu İrana lazım deyil. Çünki Azərbaycan Respublikasının ərazisindən keçir. Hətta gəlib bizdə Ələt dəniz limanı yoxladılar. Bakı dəniz limanı yoxladılar ki, yəni Rəşd Astara çəkilməsin. Elə gəmi ilə gəlsin, da Qazaxstana və yaxud Türkmenistana və yaxud Rusiya getməsin, Əşdərana getməsin. Elə güya gəlsin Bakıya, Bakıdan qatarla getsin. Bu dərəcədə biz variantlar ortalığa qoyur. Rəşd Astara dəmir yolu ilk dəfə çəkilir. Bunun əhalidən torpağı almağa nə var? Nə var o torpaq? 2 il bundan qabaq İran sübut edir ki, o torpaq xristiyan torpaqdır. Orada ermənilər yaşayır. Mən bütün məlumatları ortalığa qoya bilərəm. İndi deyirlər, güya day Məkkədə, Mədinədə müqəddəs qalmayıb, hamısı gəlib Rəşd Astara torpağında bastırır. Erməni torpağı elan eləmişlər. İranın şimalında xristiyanlıq qeyd olundu, yeni il belə qeyd olundu, ermənilər belə elədi, elə otdu, belə durdu. Xristiyan torpağıdır, hə. Alın da bu torpağı, alın verin, dəmir yolu idarəsi tiksin də, niyə tikmirsiniz ki? Nə var, Azərbaycan fayda götürə bilər. Və yaxud nə var, İran əhalisində Azərbaycan üstünü görünür. Yoxsa indi qabaq Azərbaycana qarşı işləyən İran mətbuatı var idi, indi də var. Amma mərkəzi televiziyada, mərkəzi mətbuatda Azərbaycan haqqında o qədər çox şey deyilmirdi. İndi İranın mərkəzi televiziyada, mərkəzi mətbuatında Azərbaycan-İsrail əlaqələri ilə bağlı ayrıca yazı yazılır, ekspertlər yazı yazır. Gəlib Ermənistanda hərbi təlim keçirdirlər, fars ekspertlər yazırlar ki, da Azərbaycan bundan sonra İrana hücum edə bilməz. Yəni Ermənistan torpağın artıq İran torpağı elan edirlər ki, yəni Ermənistana hücum İrana hücumdur. Azərbaycan niyə hücum eləməlidir? Mehri dəmir yolu Azərbaycanın mülkiyyətidir. Bax, mən bu efirdən demişəm. 3 şey var, bizim əlimizdə onun sənədi var. Mehri dəmir yoludur. Çar Rusiyasından Azərbaycan tikilib, Azərbaycanın pulu ilə tikilib. Almanlar tikib, Fransızlar tikib, Portugallar tikib. Bu ayrı məsələdir. İngilisdə bu ayrı məsələdir. Amma Azərbaycanın neftinin pulu ilə tikilib və Azərbaycanın dadına sənətləşib. SSR qüdrətli dövlət idi. SSR o dəmir yolun öz adına keçirdə bilmədi. SSR-də 2 dənə dəmir yolu vardı. Böyük Oktyabr adına dəmir yolu, bir də Mehri dəmir yolu, Azərbaycan dəmir yolu idarəsi var idi. Yaxşı buyursun, Mehri dəmir yolun İran götürsün, onun əvəzində indi çəkilən yolu, o torpağı versin bizə. Bizim olsun, bizim mülkiyyət. Biz oradakı Mehri mülkiyyətimizi verdik İrana. Desin də. İkinci Zəngəzur mahalıdır. Zəngəzur mahalı 20-ci ildə SSR, Stalin
verib vermələrə ki, Azərbaycanla Naxçıvan əlaqəsi kəsilsin. Naxçıvan nədir? Bunu İranlılar çox gözəl bilir. İran o dövrdə, tarixdə indi də öz şahları söyləyirlər ki, Atatürk'ə niyə filan torpağa vermirsən? Naxçıvan'da. Və bir də İrəvandır. Osmanlı imperiyasının hesabına aldı, Osmanlı imperiyası aldı, verdi ermələrə. Bunu, geç-tez bunu eləyəcəyik. Bu il olmayacaq, gələn il, bu 10 il olmayacaq, o biri 20 ildə olacaq. Amma bunu eləyəcəyik. Eləcə də bu kontekstdən elə öz Azərbaycanlarımıza demək istəyirəm. Mən oxuyuram. Həmas, bizim bir qrup Azərbaycanlı var, Həmas olmaq istəyirlər. Həmas ölümə gedir, amma İranın təsirindən çıxa bilmir. Bizdə də bir qrup Azərbaycanlı var. İstər Tehranda, istər Qumda, İranın istənilən ölkəsində, istənilən vilayətində olan, bizim Bakıda yaşayan, hansı rayonda yaşayan İrana bağlı Azərbaycanlılarımıza demək istəyirəm. Demək istəyirəm. Bir dənə cümlə tapın, bir məlumat tapın ki, rəsmi Tehran və yaxud ali din liderin ofisi Fələstinin səfiri ilə görüşüb. Bax bu neçə ildə. Fələstinin Tehranda səfirliyi var, səfiri var, səfir də xanımdır. Deyin. Görüşübmü? Fələstin məsələsi deyil. Həması aldı ələ və bu gün də o qırğın gedir. İndi də. Ərəb dünyası niyə durmur Qəzziyə? Niyə Qəzziyə heç birisi Fələstinə sahib çıxmaq istəmir? Niyə? Deyirlər ki, o İran əlini çəksin. İransı əlini çəkmir. Çünki onun çörəyi, belə deyək də, qanından çıxır, onların qanından çıxır. Və yaxud bizdə oxuyuram, elələri var, İranı güya hər şey, belə deyək də, qədimdə bir yerdə olmuşu. Bir yerdə olmuşu, o dövlət mənim olub. Teymuriləri oradan qovan, Monqolları oradan qovan, Monqolların təsirini etirazlaşdıran, Osmanlını ora qoymayan, mən Azərbaycanlı olmuşam. Mən olmuşam. At dədəvi babamı tanıda. İndi sən özün cılızsan, səviyyəsizsən, savadın o yeri görmür. Heç olmasa hesab elə ki, dədən baban ağıllı olub. Osmanlı imperiyasını qovub, Teymuriləri qovub, Azərbaycanlılar. Teymurilərin, Osmanlıların ən güclü dövrü idi, amma İran salamat qaldı. Çünki rəhbərlik İranın sahibi Səfəvilər idi. Və yaxud durub deyirlər ki, mənim 70 yaşım var, 70'ə az qalıram, cavanlığında, laf körpəliyimdə eşitmişəm ki, deyirlər ki, xanəndə qavalı ərin vuranda Peyğəmbərin sifətinə elə bir şillə vurur. O vaxt eşitmişəm. İndi də o gün çıxıb biri deyir, Azərbaycanda musiqi olmamalıdır, musiqi dində qadağandır. Siz İranın bir dənə məlumatını izləyin də, İranın bir Azərbaycana qarşı işləyən televiziyasını işləyin də. O qədər gözəl pianoçular var. Hər gün özdə qoyurlar. Yəni qədimdən belə deyək də, biz müstəqil olanı bir anlayış yarandı. İranda da, Türkiyədəki, Azərbaycanda hər evdə piano var. İndi İran məni oxşamaq istəyir, İran səni oxşamaq istəyir. Öz yolunu tərk edib, o pianoçulara baxın. O qədər gözəldir. Allah onların canını salamat eləsin. Elə mən onlara təklif edirəm. Azərbaycan prezidenti təxminən 2 il bundan qabaq fərman imzaladı. Xaricdə olan istedadlı Azərbaycanlıların Azərbaycanda təhsil alması. Mən dəvət edirəm o pianoçuları. İnanın, ayın 9'unda, aprelin 9'unda orada bir xanım balam çaldı mənim. Qız. Mən az qala beynimdən Vaqif Mustafazadə keçdi. Nətər o cazla muğamı birləşdirmişdi. Növrəsli keçdi. Nətər bizimkilər, İsvar Sarabsıq keçdi. Nətər bizimkilər o muğamla pianoda nə qədər gözəl improvizələr eləyir, variasiyalar eləyirlər. Gəlin gedin Qarabağ Universitetinin növrəsilərdən biri orada Musiqi Kafedrasının müdürüdür. Azərbaycan dövləti axıra çıxardarsın. Mən demirəm, vətəndaşlığınızdan imtina eləyin. Ancaq mən öz adamlarıma deyirəm ki, heç olmasa məhərrəmliyi İran televiziyasından izləyin. Görün Pakistanda, Hindistanda, Afrikanın 3 dövlətində keçirilən məhərrəmlik mərasimlərində, aşura mərasimində neçə dənə musiqi aləti çalınır. Nadan, cahil başınızla millətə bəla açmaq istəyirsiniz. Bizim də millətdən qırıldı da. Yaxşı mı olacaq? Heç olmasa tanıyın. İranın birinci düşməni
Şiədir. İkinci düşməni müsəlmandır. Amma onların hamısından vacib düşmən Azərbaycandır, Azərbaycanlıdır, Azərbaycan dövlətçiliyidir. Ona görə yəni mən istəyərdim ki, hər yerdəki Azərbaycanlı var, elə Azərbaycanlı adına da layiq olsun. Vaxtilə İslam dini təzə yarananda, mən səhv eləmirəmsə bunu bir dəfə də demişəm, İslam dini təzə yarananda Suriya xristiyanları deyilən anlayış olub. Ərəb, amma əqidə baxımından müsəlman. Neyini bunlar? Ərəb filosoflarının kitablarını Avropa dillərinə tərcümə ediblər və bununla da İslam dinini təbliğ ediblər. İran yaşayırsınız orada, məcbursuz və yaxud burada maaş alırsınız, nəsiz? Biri var, qızdır, xanımdır, az qala ak qoyunundan üzü beləni yığıb töküb ora. Yəni, heç olmasa mən başa düşürəm sizin problemimizi. Mən öz məmurlarımızın da ictimai-siyasi mühitə münasibətinə bələdəm. Amma heç olmasa bir faydalı işlə məşğul olun. Bir daha ümid edirəm inşallah görüşəcəyik. Çox sağ olun. Allahın köməkliyi ilə hər dövrün, belə deyək də, hər həftənin özünə görə baş verənlərə qiymətimizi verə biləcəyik. Çox sağ olun əziz soydaşlar.